Salam əziz 11-ci siniflərimiz. Demək, biz bu gün danışacağıq sizlə. Abituriyent jurnalında çərçivə proqram çıxıb ki, artıq biz nələrdən sual düşə bilər. Gəlin onları yaxınlaşdıraq, bir-bir baxaq. Birinci bölmə fonetikadır. Fonetikada səs və hərf tərkibidir. Bu həmişə verilir proqramda, amma buna aid heç bir tapşırıq olmur. Leksikologiya isə uşaqlar sinonimdir, antonimdir, ən çox düşən mövzulardan biridir. Və yaxud da dil feilin sözönlü və zərflə birləşməsi. Yəni sinonim, antonim, tək mənalı, çox mənalı düşməyəcək də. Daha çox sinonim, antonim və sözlərin quruluş növləri, sadə, düzəltmə, mürəkkəb sözlərə düşmə ehtimalı var ki, bizə də düzəltmə sözlərinin hansı şəkilçiləri var? Məsələn, isim düzəldən, nər, sifət, say, feil düzəldən şəkilçilər. Yəni, hər hansısa bir şəkilçidə problem yaşayırsınızsa, ekranı skrin eləyib baxa bilərsiniz sonra. Növbəti mövzu morfologiya bölməsidir ki, burada isim bizdə ən çox düşən mövzulardan biridir ki, isimdə daha çox yəli hal mövzusu düşür. Amma birincidə nə danışır bizə? Deyir ki, ismin əsas qrammatik əlamətləri ümumi, xüsusi, sayılan, sayıla bilməyən, tək cəm isimlər və yaxud da yalnız cəmdə işlənən isimlər. Yəni, biz bilməliyik ki, yalnız cəmdə işlənən isimlər hansılardır? Tək oxşayıb, amma cəmdə olan isimlərdə də polisdir, cattle'dır, poultry'dir, gentry'dir. Yəni, yaxud da təki cəmi eyni olanlar eşib, şib, efiş, fiş, dear, dear, swan, swan. Və sonra ismin hallarından danışır ki, iki halı var. Adlıq hal və yəli hal. Yəli halının isə iki adı var. Genitive case və yaxud da possessive case. Yəli halda əsas qayda odur ki, başlıca apostrof S-dən sonra isim axtar. Yəni, bunun başqa yolu yoxdur. Və bir də oradakı istisna qaydaları bilir ki, məsələn, ad olanda necə olur, familiya olanda necə olur, bəzi sözləri var ki, onlardan sonra isim gəlməsə də olur. Növbəti mövzu artikeldir. Artikeldə biz bir-iki müəyyən, qeyri-müəyyən olaraq bölünür. Müəyyənli artikeli Z-dir, qeyri-müəyyənli artikeli isə EN-dir. EN-in tərkib hissəsini bilin ki, samitlə, ən saitlə başlanan sözdən işlənir, amma bu tələffüzdə. Yəni, məsələn, söz başlasa ki, university, amma sən onu tələffüz edəndə university tələffüz elədiyinə görə sən onun qarşısına artikel verəcəksən, ən artikel verməyəcəksən. Növbəti mövzu isə burada nədən danışır? Bir dəqiqə baxaq. Heç bir şey. Yəni, bilin ki, uşaqlar əşya haqqında ilk dəfə danışırsa, qeyri-müəyyənli artikeli EN verəcəm. Həmin əşyanın adını ikinci dəfə eyni cümlədə çəkirsə, artıq orada Z artikeli işlənməlidir. Növbəti mövzu sifət mövzusudur. Sifət mövzusu məncə çətin deyil. Sifət mövzusunda əsas fokusunuzu nəyə verirsiniz? Nöqtələrdən sonra isim varsa, ismin qabağında mütləq artikel verin. Yəni, bu, məsələn, nöqtələrdən sonra görürsünüz ki, person gəlib və yaxud da man, woman gəlib. Avtomatik olaraq A, B, C, D, Y variantlarında artikel olan, Z, EN olan variantları axtarın. Və sifətin bir də göstəricilərini əzbər bilin ki, məsələn, adi dərəcədə hansı göstəricilər işlənməlidir? To, so, such, very, rather, quite, enough, as, so as. Və enough'ın da qaydası odur ki, enough ismin qarşısına sifətdən isə sonra işlənir. Və yaxud da, məsələn, müqayisə dərəcəsində zəndir, a little'dır, no'dur, any'dir. Bunlar müqayisə dərəcəsi istəyirlər özlərindən sonra. Üstünlük dərəcəsi də have ever, has ever, had ever, of all, one of. Yəni, bunları gördünüzsə, bilin ki, sifət üstünlük dərəcəsində olmalıdır. Və sonra burada bizə link verblərdən danışır. Link verblər nədir, uşaqlar? Demək, biz bilirik ki, normalda zərf ki var, zərf ly şəkilçisinə üzər. Və feillərdən sonra adətən biz zərf verməliyik. Amma yadınızda saxlayın ki, mən bu hissədən danışıram ki, link verblər hissəsindən ki, demək, sifət normalda feildən sonra zərf gəlir, amma bəzi link verblər var ki, onlar hərəkət bildirmədiklərinə görə onlardan sonra sən sifət verməlisən. Məsələn, you look very happy today. Sən bugün çox xoşbəxt görünürsən. Amma desəm ki, o mənə baxdı, artıq onda məna dəyişir. Demək, to be, to feel, to seem, to become, to turn, to stay və bəzi feillər var ki, ikili oynayırlar hətta. To taste, to smell, to sound, to look. Bunlar, məsələn, smell həm iylənmək mənasında işlənir, həm də iyi vermək. Məsələn, sən desən ki, qızılgül gözəl iylənir, the rose smells very good. Amma desəm ki, mən qızılgülü iylədim, artıq burada bir hərəkət var. Birinci cümlədə qızılgül hərəkət edə bilmirdi, amma məsələn, the rose smells very good. Yəni, qızılgülün heç bir orada hərəkəti yoxdur. Amma I smell the rose carefully. Mən qızılgülü diqqətli iylədim. Nəysə, belə. Əzəzlə so-əzin fərqi ondan ibarətdir ki, uşaqlar. Əzəz təsdiq cümlələrində daha çox işlənir. Not so-əz isə inkarda. Bizdə var say mövzusu. Say mövzusu biraz başa bəladır, nəyə görə? Azərbaycanda sayın 3 növü varsa,
necə Azərbaycanda necə idi? Miqdar sayı, kəsir sayı, bir də nə sayı idi bizdə uşaqlar? Neysə, ondan. Demək, Azərbaycan dilində, amma ingiliscə bizdə əsas gedir miqdar sayıları. Miqdar sayı 1-dən nə bilim 10-a qədər, 100-ə qədər nə istəsiz verə bilərsiniz. Sıra sayılarıdır. Birinci, ikinci, üçüncü, bir də kəsir sayımız var bizim. Azərbaycan dilləri belədir də. Miqdar sayı, sıra sayı, kəsir sayı. Nəysə. İmtahana nə düşəcək sizə? Bax, bunu əsas özünüz üçün qeyd edin ki, uşaqlar, əgər of varsa, uşaqlar elə başa düşürlər ki, of görəndə həmişə hər iki tərəfi cəm götürmək lazımdır. Yox, bu ona aid deyil uşaqlar. Əgər sizə say verilibsə, məsələn, yüzlərlə insanlar, minlərlə ulduzlar, nə bilim, milyonlarla evlər, artıq orada siz ofun hər iki hissəsini cəmləməlisiniz. Məsələn, bax, hundreds of people deyir, düzdürmü? Ofun hər iki tərəfi nə edir? Cəmlənir. Məsələn, thousands of birds, minlərlə quşlar. Ofun hər iki tərəfini cəmləməlisiniz. Yəni, bu əsas qaydadır ki, bu düşə bilər, yəni imtahanı. Bir də məsələn, 2 dənə deyirsə, two people verəcəksən. Artıq birdən başqa bütün sayılardan sonra gələn isim cəmlənməlidir. Gəlirəm əvəzlik mövzusuna. Əvəzlik mövzusunda əvəzlik növləri var ki, şəxs əvəzliyidir, yəlikdir. Sonra burada əsas əzbərləyin ki, yəlik əvəzləri 2 yerə bölünür. İsimlə işlənən, isimsiz işlənən imtahandan çox düşənlərdən biri də elə budur. Sonra qeyri-müəyyən əvəzlər var. Samla eni, sam təsdiq eni sual cümlələrində, sual və inkar cümlələrində işlənir. Sam istisna halda əgər cümlə would you like və yaxud da could I have ilə başlayıbsa, okey, orada sam verə bilərsiniz. O istisna haldır. Sonra elotla elotofun işlənməsi məsələn deyir. Elotofdan sonra mütləq isim gəlməlidir, amma elotdan sonra isim gələ bilməz. Ümumiyyətlə bütün törəmələrdən sonra yazı saxlayın ki, isim və of gələ bilməz. Törəmələr də 16 dənədir. Someone, somebody, something, somewhere, anyone, anybody, anything, anywhere, no one, nobody, nothing, nowhere, everyone, everybody, everything, everywhere. Sonra təyin əvəzliklərimiz var bizim. All, both. Təyin əvəzliklərdə nəyə bilin uşaqlar? Məsələn, sözünlü ifadələrdə, oflu ifadələrdə əsas tərəf birinci tərəfdir. Əgər birinci tərəfdə sizdə all, both, some, most qalırsa, xəbər cəmdə olur. Məsələn, all of the students deyirsənsə, okey, onda ar verəcəksən sən ora. Amma none, neither, each, one olursa of ifadələrində əsas tərəfdə, birinci tərəfdə xəbərin təkdə olur həmişə. Qaydaş əvəzliyidir, myself, yourself, işarə əvəzliyidir, this, that, this, those. Bir də sual əvəzlikləridir, nisbə əvəzlikləridir. Yəni, sual əvəzlikləridir, məlum məsələ, yəni sual cümlələrində işlədəcəksiniz onu, interrogative pronoundur. Nisbə əvəzlikləri isə uşaqlar, biz həmişə belə bir qayda keçirik. Nöqtələrdən əvvəl canlı isim gəlirsə, who, whom, whose, yaxud da boşluq zət verə bilərsiniz ora. Nöqtələrdən əvvəl cansız isim gəlirsə, oraya ya which ya da zət qoya bilərsiniz. İnkar əvəzliklərimiz isə no-dur, nobody'dir, no one-dır, nothing-dir, no-nun törəmələridir, none-dır, neither-dır. None-la neither-ın həmişə mən uşaqlardan soruşuram ki, fərqi nədir? Neither ikisindən heç biridir, none çoxundan heç biridir uşaqlar. Və none-dan sonra qətiyyən isim verə bilmərsiniz, amma neither-dən sonra sayılan tək isim gəlir. Sonra gəlir feil qrupu. Məsələn, feilin 4 əsas forması var. Əsas forma, məsdər forması, indiki zaman feil sifəti, bir də keçmiş zaman feil sifəti. Bu mənim üçün o qədər də vacib qayda deyil. Sadəcə bir dənə sizdən onu xahiş edirəm ki, to be, to have, to do feilləri ilə işlənən ifadələri, to make feilləri ilə işlənən ifadələri əzbərləyin. Sonra bu zaman mövzusudur. Zaman mövzusu inşallah ki, zaman zərflərini əzbərləsəz, heç bir problem yaşamayacaqsınız. Və bir də var burada to be going to. To be going to gələcəyə aid olan hərəkətləri bildirir uşaqlar. Məsələn, I'm going to do my lessons. Mən dərslərimi edəcəm. Ümumiyyətlə gələcək zaman Azərbaycanla necə bölünür? Qəti gələcək zaman, qeyri qəti gələcək zaman. To be going to fərz edin ki, qəti gələcək zamandır. Əgər bir şey planlaşdırmısınızsa, artıq siz orada to be going to ifadəsini verəcəksiniz. Yox, əgər planlaşdırılmamış, gələrəm, gedərəm, verərəm, onda will-lə verəcəksiniz. Həm bizim tanıdığımız oluyor will-lə. Sonra bitmiş zaman formaları ki var. İndiki bitmiş, keçmiş bitmiş, bitmiş davam edici, indiki bitmiş davam edici. Yəni bu zaman zərflərdə keçmiş, bitmiş davam edicidir. Ümumiyyətlə zaman uzlaşması dərsini yaxşı oxuyun. Sonra gəlir bizdə modal verblər. Modal verblər də biz bilməliyik ki, to ilə işlənənlər hansılardır, to-suz işlənənlər hansılardır. Bir də bu təzə mövzu bu var. Should have üstəgəlsin. Shoulddan sonra bir indiki bitmiş zaman gəlirsə, uşaqlar should have üstəgəlsin V3 olursa, biz onda keçmişdə baş verən peşmançılıqlarımızla danışırıq. Biz bu modal verb dərsində də qeyd elədik sizlə. Məsələn, deyirəm ki, I should go home. Mən gərək evə gedim. Yəni hərəkət indiyə aiddir. Amma bir də var deyirəm ki, I should have gone home. Mən gərək evə gedərdim. Artıq peşmanam. Demək ki, getməmişəm. Və yaxud da məsələn bura baxın. She shouldn't have opened that letter. O gərək məktubu açmazdı. Yəni keçmişdə baş verən bir peşmançılığı bildirir. Bir də modallıq mənasını birləşdirən birləşmələr var ki, uşaqlar.
Had better'lə would rather'dır. Bu da yeni salınmış mövzudur. Had better'dır, bir də would rather'dır. Özlərindən sonra çılpaq feil istəyirlər. Yəni bunu bilsəz bəs eləyirsiniz üçün. Feilin məchul növüdür. Tamamını tapırsınız, atırsınız qabağa və salam. Yəni orada başqa bir şey yoxdur. Və məchul növün qaydasını öyrənin. Və sonra gəlir feilin şəxsiz formaları. Infinitivdir. Infinitiv nədir uşaqlar? To ilə işlənən feillərdir. Məsələn, müəyyən feillər var ki, want to, need to, decide to, expect to, promise to, try to. Və modal verblərdən sonra da bəzən to işlənir. Demək, has to do, məsələn, have to do, had to do. Demək, bu qaydanı özünüz üçün qeyd edin uşaqlar. Advise to, allow to, ask to, expect to, order to, remind to, tell to, want to, permit to. Bunların sonra to do, yəni to'lu feillər gəlir. Biz bunu üçüncü qrup olaraq zaten keçmişdik. Həmişə keçirik. Complex objectdə birinci qrup feillərimiz hansılar idi? Bax, görür burada özü də qeyd edib. Let make-dir. İkinci qrup feillərimiz isə see, notice, feel, observe, watch, hear-dir. Onlardan sonra həm sadə, həm də ing-li işlənə bilər. Üçüncü qrup feillər isə yalnız to ilə işlənə bilər. Gəldim gerund dərsinə. Gerund nədir uşaqlar? Gerund ing şəkilçisidir. Azərbaycan dilində gerundun uyğun bir qayda yoxdur. Gerund inkar forması notla düzəlir, yəni qarşısına not artırırsan. Gerund daha çox uşaqlar sözünlərdən sonra işlənir. Əgər hər hansısa bir sözünü veriblərsə, siz bilməlisiniz ki, hə, okey, ondan sonra mən ing olan verməliyəm. Sonra enjoy-dir, suggest-dir, mind-dir. Bunlar da həmişə gerundla işlənirlər. Yəni bu feilləri çox xahiş edirəm. Çox qeyd edeyim bax. Enjoy, suggest, mind. Bunlardan sonra həmişə ing-li feil gəlir. Amma üçüncü qrup feillərimiz var idi. Onlardan sonra to-lu feillər gəlir. Və yaxud da gerund və məsdər formasında işlənən mənası dəyişən feillər. Məsələn, remember-dir, forget-dir, regret-dir, stop-dir, mean-dir. Bunlarda biraz məna fərqlidir. Həm ing ilə işlənə bilirlər, həm də to ilə işlənə bilirlər. Məsələn, birinci nümunəyə baxın. I regret telling him secret. Mən ona sirrimi dediyimə peşmanam. Yəni hərəkət artıq biraz keçmişə yönəlik olub. I regret to tell you that the meeting is cancelled. Mən deyir peşmanlanmışam. Burada mənası dəyişir. Artıq burada fərqli məna verəcək regret. Demək, zərf bölməsi ki var. Zərf də sifətlə eynidir. Yəni sifəti başa düşən avtomatik zərfi də başa düşür. Zərfin şəkilçisi ly-dir. Kökündən dəyişən zərflər badly-dir, worse-dir, worse-dir. Badly, worse, worse, well, better, the best. Bunları əzbərləmək lazımdır. Sonra başqa nə var bizdə? Yəni burada elə də bir şey yoxdur. Ədatlarımızda nə var? To, also, either var. Bunu keçmişik so do I, neither do I dərsindəki uşaqlar. So do I təsdiq cümləsini təsdiqləyir. Neither isə inkarı inkarlayır və onların içərisinə keçəni demişdik ki, to da, also da, either da inkar həmçinin deməkdir. To da, also təsdiq cümlədə işlənir. Either isə inkar cümlədə işlənir. Burada bir dənə də bağlayıcı zərf verib bizə therefore. Therefore buna görə də deməkdir. Deyir ki, yağış yağırdı və buna görə də maç təxirə salındı. Bu therefore qeyd edin ki, bu bağlayıcı kimi işlənir və buna görə də deməkdir. Ədadı da bildik, sözünü bildik. Sonra bağlayıcı dərslərinə biz keçmişdik onsuz. Because-un as bərabəri idi. Sonra as, so as, sonra before-dur, after-dur, neither nor-dur, either or-dur, both and-dur, not only but also-dur. Sonra since-dir, məsələn, zamana görə işlənə bilər. Since səbəbi bildirə bilər. Yəni bu bağlayıcılardan hansının tərcüməsini bilmirsinizsə, özünüz üçün qeyd edin. Görək mövzumuz çox mu qalıb? Yox, az qalıb. Demək, sintaksis bölməsindən düşəcək. Deyir ki, dildə iki və daha çox sözün uyğun şəkildə birləşməsi və işlənməsi, söz birləşməsi, collocationlar. Yəni burada nədən danışır? Sadə cümlədən danışır, simple sentence adlanır. Sadə cümlənin də növləri var. Nəqli cümlə, declarative sentence adlanır. Təsdiq və inkar formlarında olur. Biz ümumiyyətlə danışmışdıq da bu haqdakı cümlənin 4 növü var. Nəqli cümlə, sual cümləsi, əmr cümləsi və nida cümləsi. Və burada danışır ki, sual cümlələrini bağlayan bağlayıcılar sözləri hansılardır? Yəni bunların hamısının tərcüməsini bilməlisiniz. Who məsələn kimdir, whom kimin kimədir, what nə, whose nə, kimin, which hansı, what kind of hansı növ. Sonra deyir ki, cümlə üzvləri iki ilə bölünür. Baş və ikinci dərəcəli üzvlər. Bunu Azərbaycandan da bilirsiniz ki, baş üzvlər mübtəda xəbərdir, ikinci dərəcəli üzvlər isə təyin tamamlıq zərflikdir. Xəbərin mübtəda ilə uzlaşması. Bu agreement mövzusu yaralı yerdir. Uşaqlar imtahanda bunu görəndə tanımırlar bu sualı. Başa düşmürlər ki, orada mənə nə istəyir? 4 dənə cümlə verir. Hə, müəllimə, burada hansı qayda idi ki? Belə olduqda birinci mübtəda ilə xəbərin uzlaşmasını yoxlayın. Məsələn, baxın ki, enambrofun xəbəri həmişə nədə olmalıdır? Cəmdə. Zenambrofun xəbəri nədə olmalı? Təkdə. Sözünü birləşmədə siz tərəf hansı tərəfdir? Birinci tərəfdir. Yəni bunu biləndən sonra heç bir problem yaşamayacaqsınız.
Sonra so do I-dır, neither do I tipli cümlələrdir. Bu ayrı məsələdir. Şəxsi cümlə. Şəxsi cümlə nə deməkdir uşaqlar? Cümlədə mübtədə var, amma tərcümə olunmur. Yəni yalançı mübtədədir. Məsələn, deyirik ki, soyuqdur. Amma ingiliscə verəndə deyirik it is cold. It heç tərcümə eləmirik orada. Yəni buradan danışır. Bundan başqa bizə nə var? Şərt bulaq cümlələri imtahana ən çox düşən cümlələrdə. Real, bir də qeyri-real. Bu haqqda danışacağıq ki, zero conditional var, first conditional, second, bir də zero conditional, third conditional var. Demək, bizdə bax zero conditional odur ki, hər iki tərəf indiki zamanda olur. First conditional odur ki, if-dən sonra indiki zaman gəlir. O birisi baş cümlə isə gələcək zamanda olur. Second conditional da if-dən sonra keçmiş zaman gəlir. O birisi cümlə isə will-in keçmiş zamanı olan would-la verilir. Third conditional-da isə if-dən sonra verilir, keçmiş, bitmiş zaman digər bir hissəmiz isə uşaqlar olur. Would have been bu formada verilir. Bu əzbərlənisi qaydadır biraz. Səbəb budaq cümlələri, adverbial, nəticə budaq cümlələri gizləşdi. Bunlar o qədər də düşən mövzular deyil. Və bir də var bu il imtahana yəqin ki, böyük ehtimal ki, düşəcək sual vasitəsiz və vasitəli nitq. Bu dərs haqqında biz geniş şəkildə danışacağıq. İnşallah ki, onda başa düşəcəksiniz. Vasitəsiz vasitəli nitq nədir? Uşaqlar, öz nitqimizdə dediyimiz cümləni biz fərqli formatda verəcəyik. Məsələn, bizə verəcək ki, o deyir ki, məsələn, o soruşdu, dırnaq içərisində verəcək ki, sən nə vaxt dərsə gedirsən? Mən də deyəcəm ki, o məndən soruşdu ki, mən nə vaxt dərsə gedirəm? Yəni, bu formada olan bir şeydir. Yəni, bunu sadəcə dərk eləmək lazımdır ki, bu dərsi başa düşək. Bunu da indi növbəti video izahlarımızın birində verəcəyik. Yəni, imtahan materialı budur. Yəni, özünüzdə yoxlaya bilərsiniz ki, nəyi keçmişik, nəyi keçməmişik, nəyi başa düşməmişsiniz hələ də. Mütləq şəkildə mənə yazırsınız ki, müəllimə filan qaydanı siz dediniz, amma mən onu keçməmişəm və başa düşmürəm, mən də sizə izah eləyərəm. Hələlik uşaqlar.